Azərbaycanın hər yerinə gedəndə mənə mehriban rəftar eləyirlər, mehriban münasibətdə oluruq. Ancaq bu Salyanın Qızılağac kəndi başqadır, ayrıdır, başqa bir aləmdir. Vallahi balıq ovuna mən müxtəlif yerlərə gedirəm də, Qəbələdən beləsinə. Buradakı kimi yəni özümün rahat elimdə, obamda, nə bilim, elə bil ki, əzizlərimin yanında hiss edirəm. Bala kürük yəqin ki, boşaldıblar. Mehriban insanlardır. Qızılağac kəndinin insanları, cəmaatı çox mehribandır. Zəhmətkeşdir vallahi. İndi Ovçu Pirim dönəcək buradan Badımcanlığa, çöl. Ya Allah.